Bu Əhl-i Beyt məsumluğunu Qur'an deyib. Sən neynə bunu şeydir? Bir dənə bunların işgalı var. Bir dənə alimləri bir balaca işləyib başını işlətsin, amma yaxşı işləməyib onda başı. Deyir ki, yaxşı qəbul edilir, məsumdurlar. Söz inkar edilmir axı, hədislər doğru, ayəmədə sərihəndir. Qeydi bu bir dənə işgal edib. Deyir ki, və yutahhirəkum təsirə. Demək, əvvəl bunlarda günah olub, bu ayədən sonra bunlar məsumdurlar. Məsumluğu qəbul edirəm, amma bu ayə nazil olandan sonra üçün deyir, sizi Allah pak eləyəcək. Pak eləyir. Demək, günah var ki, pak eləyir. Məsələn, natəmiz şey var ki, onu təmiz edirsən. Mənim sualım budur bu şəxslərə. Qur'an-ı Kərimdə hurilər məsələsində Allah huriləri deyir, mutahharatun. Pakdırlar. Burada da müsəhhər sözü işlədilib. Yəni, əvvəlləri bunların napak idi huriləri, Allah sonra pak elədi. Əgər orada nə düşünürsənsə, burada da onu düşünməlisən. İkinci, bu ayə Qur'anın Ali İmran 61'ə baxaq. Maidə Ali İmran 61-ci ayədə Allah kimə deyir alədir, Peyğəmbərin aləsidir. Alədə bu cür deyir ki, Qul ta'alu nad'u abna'ana və abna'akum və nisa'ana və nisa'akum və anfusana və anfusakum. İndi mən bu hədis kitablarında da var. Mən onu nəql edirəm. Nad'u abna'ana və abna'akumu birinci Səhih Müslim nəql edir. Fəzailü's Səhabə bab Fəzail Ali ibn Əbi Talib Ən Amir ibn Səid ibn Əbi Vəqqas, o da atasından deyir ki, bu ayə nazil olanda Peyğəmbər Da'a Rasulullah sallallahu aleyhi ve sellem Aliyyən və Fatimətə və Həsənən və Hüseynən fəqalə Allahümmə haulâi əhli. Bunlardır mənim əhl-i beytim. Bunun da səhifəsi 1101, hədis də 2404. Səhih Sonra Tirmizidə səhifə 1953, hədis 2999, Kitab-ı Təfsir-i Qur'an, Babu min surəti Ali İmran, o da Ən Amir ibn Səid. Sonra Tirmizi başqa bir yerdə Kitab-ı Mənaqib, Babu Əli əleyhissalam fəzilətində bir bab var. Ənə darul hikmə və əliyyün babuha. Mən hikmətin eviyəm, Əli də bu evin qapısıdır. Bu həmin babda getirir ki, Unzil hazihlə ayə nədu əbnaənə və əbnaəkum fi xəmsətin, 5 nəfərin barəsindədir. Əli, Fatimə, Həsən, Hüseyn. Əcib də axırında yazır, Haza hədisun səhihun. Bu da yazır səhih. Yəni, bu qədər sənin alimlərin bu hədis kitablarında yazır səhih. İndi salavat zikrələ Allahümmə salli alə Muhammed və ali Muhammed. 39 dənə mənbə Əhl-i Sünnət mənbəsindən getirmişəm təfsirlərdən. Bunları bir-bir oxumuşam özüm. Hamı nəql edir ki, bu 5 nəfərə əbnana deyir, oğlanlarımızı çağıraq, siz də oğlanlarımızı yazırlar mısın? Oğlanlarımızdan məqsəd Peyğəmbər Həsən Hüseyni getirdi. Nisa'ana və nisa'akum, qadınlarımızı yazırlar. Bunlar hamısı yazır ki, xanım Fatiməni fəqət çıxartdı bayra. Yəni, heç bir xanımını çıxartmadı. Ənfusana, ənfusakum, özümüzdə də Əliyini çıxartdı. Hamısı yazırlar, bunu bir-bir ad və ad yazıblar. Bu 39 dənə mənbəni gedirmişəm. Ali İmran 61-ci ayənin təfsirinə baxarız bu kitablarda. Mən
bunların adlarını tez-tez oxuyuram. Muhammed ibn Ali Şevkani Fethül Qadir'də, İbn-i Arabi Muhammed ibn Abdullah ibn Əbu Bəkir Əhkamül Qur'anda, Əhməd ibn Ali Cəssas Əhkamül Qur'anda, Əbul Hasan Ali ibn Muhammed Təbəri Əhkamül Qur'anında, Abdullah ibn Ömər Beyzavi Anvaru Tənzil və Əsraru Təvildə getirib. Əbu Hayyan Muhammed ibn Yusuf Andolisi Əl-Bəhril Muhid Fit Tafsir, İbn Acibə Əhməd ibn Muhammed Əl-Bəhrul Mədid fi Tafsiril Qur'anil Məciddə, Nəsr ibn Muhammed ibn Əhməd Səmərqəndi Bəhrul Ülüm. Bunlar hamısı təfsir kitablarıdır ya. Həmin ayənin təfsirinə baxın. Yəni bu üçün yazılır deyə məcburam hamısını bir qeyd edeyim. Molla Huveyş Aluğazi Abdülqadir Bəyanül Məani kitabında, İsfirayni Əbul Muzaffər Şahfur bin Tahur Tacud Təratin fi Təfsiril Qur'an lil Əacim, İbn Aşur Muhammed ibn Tahir Ət-Təhrir və Tənvildə, Muhalla Cəlaləddin və Cəlaləddin Suyuti, bu ikisi Təfsir-ü Cəlaleyndə, Muhammed İzzət Duruzə Ət-Təfsirul Hadis kitabında, İsmail ibn Amr ibn Kəsir Dəməşqi Təfsirul Qur'anil Əzimində, İbn Əbi Hatem Abdurrahman ibn Muhammed Təfsirul Qur'anil Əzim, Əhməd ibn Mustafa Əl-Məraqi Təfsirul Məraqi, Muhammed Sənaullah Məzhəri Ət-Təfsirul Məzhəri, Vəhəbət ibn Mustafa Züheyli Ət-Təfsirul Munir fil-Əqidəti və Şəriəti vəl-Minhəc, Muhammed Məhmud Hicazi Ət-Təfsirul Vazih, Seyyid Muhammed Təntabi Ət-Təfsirul Vəsid lil-Qur'anil Kərim, Burusəvi İsmail Haqqi Təfsir Ruhil Bəyan, Əbu Bəkir Ətiq ibn Muhammed Surə Abadi Təfsiri Surə Abadi, Nizamüddin Həsən ibn Muhammed Nişaburi Təfsir Qəra'iqil Qur'an və Rəqa'ibil Furqan, Muhammed ibn Əhməd Qurtubi Əl-Cami'ül Əhkamil Qur'an, Cəlaləddin Suyuti Əd-Durrul Mənthur fi Təfsiril Mə'fur, Seyyid Muhammed Alusi Ruhul Məani fi Təfsiril Qur'anil Əzim, İbn Cəvzi Əbulfərəc Abdurrahman ibn Ali Zadul Məsir fi İlmi Təfsir, Ubeydullah ibn Əhməd Həskani Şəvahidut Tənzil li Qəvaidit Təfsir, Ne'matullah Mahmud Nəxsivani Əl-Fəbatihul İlahiyyə vəl-Məbatihul Qeybiyyə. Ondan sonra İbn Cəzi Qərnaqi Muhammed ibn Əhməd Kitab-ı Təsilli Ülum-ü Tənzil, Mahmud Zəməxşəri Əl-Kəşşaf Ən Həqaiq-i Qəvamid-ü Tənzil, Rəşiduddin Mibdi Əhməd ibn Əbi Səid Kəşfül Əsrar və İddətül Əbrar, Əbu İshaq Əhməd ibn İbrahim Sü'ləbi Nişabur Əl-Kəşf vəl-Bəyan Ən Qur'an Ən Təfsiril Qur'an, Əlaüddin Ali ibn Muhammed Bəğdadi Libab Tə'vil fi Mə'anid Tənzil, Muhammed Cəlaluddin Qasimi Məhasun-ı Tə'vildə, İbn Ətiyyə Abdülhaq İbn Qalib Əndolusi Əl-Muharril Vəciz fi Təfsiril Kitabil Əziz, Muhammed ibn Əmr Nəvəvi Cavin Mərahul Ləbid li Kəşfi Mə'nil Qur'anil Məcid, Hüseyn ibn Məsud Bəğəvi Mə'alumut Tənzil fi Təfsiril Qur'an, axırıncı 39-cu Əbu Abdullah Muhammed ibn Ömər Fəxrəddin Razi Məfatihül Qeyb. Bunlar 39-u da deyir ki, bu ayə 5 nəfər, Peyğəmbər 5 nəfərlə çıxıb. İndi mənim sualım budur. Peyğəmbər özü hədisdə buyurub, sünni qardaşlarında, alimləri hamısı yazıblar kitablarında. Peyğəmbər buyurur ki, mən bu ümmətin atasıyam. Demək, bu ümmətin kişilər bunun oğlanlarıdır. Xanımları barəsində də ayə var. Xanımlar da bu ümmətin analarıdır. Demək, bunlar ata-ana, ümmət bunların balaları hökmündədir. Ümmətin xanımları qızları hökmündə, kişiləri də oğlanları hökmündə. Peyğəmbər Əbu Bəkiri də getirə bilərdi ora. Öməri də getirə bilərdi. Peyğəmbər Əkrəm Muaviyyəni də getirə bilərdi. Əbu Süfyanı da getirə bilərdi. Ki, bunlar sahabə bilirlər bunu. Və bir dənə acınacaqlı xəbər deyim, bu yaxınlarda Səudiyyə dövləti məlun Mədəniyyət Nazirliyi başda olmaqla